problem eşq xəstəliyindədir, amma belə sevgi, yəni kişinin öz əhlinə qarşı, hansı ki bu Allahın əmridir ki, Allah subhanahu və teala əmr edərək buyurur ki, وَعَاشِرُهُنَّ بِالْمَعْرُوفِ yəni öz zövcələrinizlə yaxşı davranın. Allah subhanahu bunu əmr edir və o yaxşı davranmaq həm qəlbə aiddir, sevgi, həm danışıqda, yəni onu çağırarkən, onunla danışarkən və həmçinin davranışda boysunu göstərməlidir və Allah subhanahu və teala da bunu əmr edir. وَعَاشِرُهُنَّ بِالْمَعْرُوفِ yəni onlarla ma'ruf, yəni gözəl, bilinən bir şəkildə davranın və bu da Allahın əmridir və əmr də vacibli ifadə edir və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurur ki, xayrukum li əhli sizlərin ən xeyirliniz öz əhlinə qarşı ən xeyirli olandır və mən də sizin içinizdə ən xeyirli olanam, yəni öz əhlinə qarşı ən xeyirli olan. Bu Allah və Rasulun əmridir və bu sevgi olmalıdır təbii ki. Elə bu ailə bunun üzərində qurulub, amma gərək bu yəni hansı ki eşq xəstəliyi deyilən bir şey ki var, hansı ki o təzahürləri, yəni insan bunu özü-özündə hiss eləyir. Yəni insan özü-özündə hiss eləyir ki, artıq yəni hətta belə deyək, namaz qılanda belə əgər o eşq barəsində fikirləşirsə və onun barəsində düşünürsə və ya məsələn insana belə hiss gəlir ki, belə deyək də, o olmasa mən yaşaya bilmərəm. Bu quluvdur. Yəni Allah subhanahu və teala belə şeylər var. Məsələn deyir ki, o olmasa mən yaşaya bilmərəm. Heç evlənməyib, bir o olmasa mən yaşaya bilmərəm. Allahu akbar. Bir olmasa subhanahu Allah azza və cəllə səni ona görə yaradı və sən özünə görə. Və mən xalaqtul cinnə vəl insə illə liya'budun. Mən insanları və cinləri yalnız mənə ibadət üçün yaratdım. Yalnız. Necə o olmasa mən yaşaya bilmərəm? Heç indiyənəcən demədin ki, qəlbimdə Allah sevgisi olmasa mən yaşaya bilmərəm. Bu ibadət olmasa mən yaşaya bilmərəm. Bu hidayət neməti olmasaydı mən yaşaya bilmərəm. Heç belə demədin. Dedin ki, filan qız, filan qadın olmasa mən yaşaya bilmərəm. Və bu, həmin xəstəliyin təzahürüdür. Və bu xəstəlikdir. Yəni bu necə İbn-i Qeym rahimehullah bir çox kitabında, həmçə İğazatul Ləhvan, Məsayət-i Şeytan kitabında barədə danışır, eşq xəstəliyi. O xəstəlikdir. Hətta məsələn görürsən ki, bəzən olur, qardaşlardan sual verənlər olur ki, mən getdim, istədim, atası vermədi. Dedim, məndən cavab istəyir, deyirəm ki, çox normal, bu çox adi. Yəni sən nə deməksən? Sən demək istəyirsən ki, sən istəməli idin və o da mütləq verməli idi. Deyir, yox, axı, mən istəyirəm belə, dedim, nə olsa ki, bəlkə də 50'si onu istəyir. Nə var burada? Və görürsən, biraz danışdırırsan, hiss edirsən ki, eşq xəstəliyinə tutulub. Allah subhanahu və teala bunu sənin üçün yaratmıyor və səni bunun üçün yaratmıyor. Allah subhanahu teala bəli, insanı cüt olaraq xəlq edir. Necə ki, başqa məxluqlar da. Və İmam Mücahid rahimehullah deyir ki, göylərdə və yerdə hər şey Allah cüt yaradır, özündən başqa. Gecəsi, gündüzü, şəri, xeyri, göy, yer, hər şey cütdür. Və insan qadın, kişi olaraq da belə. Allah subhanahu teala bəli, kişini qadın üçün yaradır. Allah azze və cəllə buyurur ki, biz sizi bir nəfsdən yaratdıq və ondan da onun zövcəsini xəlq etdik, onda sakinlik, rahatlıq, sükunət tapsın deyə. Ona görə bizim dildə də fikir verirsiniz, qadına, zövcəyə deyirlər həyat yoldaşı. Yəni həyatda sənə yoldaşdır. Bəli, Allah subhanahu və teala qadını kişi üçün yaradır. Bu belədir. Həmçinin məsələn, yeməyi, içməyi sənin yaşamağın üçün bir səbəb edib. Lakin insan unutmalı deyil ki, qadının varlığı, evlilik, yemək, içmək, bu ləzzətlər, bu şəhvət və s. bunlar insanın xilqətində, yaradılışında qayə deyil, məqsəd deyil. Nədir? Səbəbdir. O zaman ki, insan
bunları səbəb olmaqdan çıxarır, qayə halına gətirir, bu həmin xəstəlik budur. Xəstəliyin təzahürü budur. Deyir ki, mən onsuz yaşaya bilmərəm.